Salam. Bugünkü dərsimiz cimət suallarıdır. Ümumiyyətlə dərs MBA hazırlaşan tələbələr üçün nəzərdə tutulub və bildiyimiz kimi MBA proqramı üzrə olan qəbul suallarının bir qismini də cimət tipli testlər təşkil edir. Və Azərbaycanda nə orta məktəbdə, nə də ali məktəbdə cimət proqramı tədris olunmadığından bakalavrlara bu tipli sualları cavablandırmaq problem yaradır, çətinlik yaradır. Və bütün bunları nəzərə alaraq müəllimlərimizlə bir yerdə belə qərara gəldik ki, bakalavrlara kömək məqsədi ilə, MBA hazırlaşan tələbələrə kömək məqsədi ilə izahlı cimət sualları video dərslər şəklində hazırlayaq və sizə təqdim edək. Bu bizim birinci dərsimizdir. Silsilə dərslər nəzərdə tutmuşuq və həm bu dərsi, həm də digər dərslərimizi gördüyünüz bu ünvandan izləyə bilərsiniz. Keçək indi əsas məsələyə və ilk olaraq sualların ümumi tipi ilə tanış olaq. Yəni cimət suallarının ümumi tipi hansı formadadır, hansı şəkildədir? Cavablandırarkən, bu tipli sualları cavablandırarkən nələrə fikir vermək lazımdır? Diqqətimizi onlara çəkək. Sual və aşağısında da 2 dənə şərt olur. Görəcəyiniz bütün cimət sualları, yəni qəbulda görəcəyiniz bütün cimət sualları bu tipdə olacaq. Birinci sual və aşağısında 2 dənə şərt. Və biz tapmalıyıq ki, bu suala cavab vermək üçün bu şərtlərdən hansı kifayətdir? Ola bilər ki, birinci şərt kifayətdir, ikinci şərt kifayət deyil. Sualı cavablandırmaq üçün. O zaman A variantını seçəcəyik. Ola bilsin ki, ikinci kifayətdir, birinci şərt kifayət deyil. O zaman biz B variantını seçəcəyik. Ola bilər ki, nə bir, nə də ikinci şərtlər ayrı-ayrılıqda kifayət deyil heç biri. Yəni, ayrı-ayrılıqda heç biri imkan vermir ki, bu suala cavab verək. Ancaq ikisi birlikdə istifadə olunduqda bu sualın cavabını tapmağa imkan verir. O zaman biz C variantını seçəcəyik. Yəni, düzgün cavabı almaq üçün hər iki mülahizə birlikdə istifadə edildikdə kifayətdir. Lakin ayrılıqda götürdükdə kifayət deyil. Ola bilər ki, həm bir mülahizəsi, həm də 2 mülahizəsi, hər ikisi müstəqil olaraq bu sualı cavablandırmağa kifayətdir. O zaman biz seçəcəyik D variantını. Və ola bilsin ki, bəzən belə də olur, nə bir mülahizəsi, nə də 2 mülahizəsi bu sualın cavabını tapmağa kifayət eləmir. O zaman biz təbii ki, seçəcəyik E variantını. Yəni, düzgün cavab almaq üçün nə bir, nə də 2 şərtləri, mülahizələri kifayət deyil. İndi sualların üzərində, konkret sualların üzərində daha aydın olacaq sizə, inanıram ki. Baxaq, bir neçə dənə sadə sual seçmişik, birinci dərs olduğu üçün. Birinci sualımız. X ədədi tamdırmı? X ədədi tamdırmı? Və bu suala cavab vermək üçün bizə 2 dənə şərt verilib. 1 və 2 şərtləri. Bu şərtlər hər ikisi doğrudur. Yəni, x bölü 10 tamdır, 10 vurulsun x tamdır. Baxaq görək, bu şərtlərin hansı bizə imkan verir ki, biz bu sualı cavablandıra bilək. X böl 10 nə zaman tam olur? O zaman ki, x sonu sıfırla qutaran bir rəqəm olsun. Ədəd olsun daha doğrusu. Məsələn, 10 olsun, 20, 30, 40, izahda da görə bilərsiniz. X bərabərdir 10, 20, 100, 1000, 30, 40, 50, yəni sonu sıfırla qutaran bir şey olsun. O zaman x böl 10 tam olacaq. Aydın məsələ ki, x böl 10 tamdırsa, onda x də tamdır. Çünki 10, 20, 100, 30, 40, bu ədədlər hamısı tam ədədlərdir. Deməli, birinci şərt bizə imkan verir ki, biz bu sualın cavabını tapaq. X ədədi tamdır sualına cavab verək. Tamdırmı sualına cavab verək. Baxaq görə ikinci şərt necə? Bizə imkan verirmi bu suala cavab verməyə? İkinci şərt, 10 vurulsun x tamdır. Baxaq izahda da ikinci şərtin izahına baxaq. X bərabər 5 olarsa doğrudur, tamdır. X bərabər 8 olarsa yenə doğrudur. X bərabər 0.5 olarsa yenə doğrudur. Çünki 0.5 10'a vuranda cavab 5 olur, o da tamdır. Onda belə çıxır ki, x həm tam ola bilər, həm də tam olmaya bilər. Məsələn, 0.5. Yəni, ikinci şərt bizə bu suala cavab vermək üçün kifayət deyil. X ədədi tamdırmı sualına cavab vermək üçün kifayət etmir. Gördüyümüz kimi bəzən tam olur, bəzən tam olmur. Deməli, sualın doğru cavabı olur A bəndi. Düzgün cavabı almaq üçün bir mülahizəsi kifayətdir. Həqiqətən də gördük ki, bir mülahizəsi suala cavab vermək üçün kifayət etdi. Lakin 2 mülahizəsi ayrılıqda götürüldükdə kifayət deyil. Bu da bizim sualın cavabı. Keçək növbəti sualımıza baxaq. A bərabərdir R, bərabərliyi doğrudurmu? Birinci şərtimiz A kvadratı bərabər D kvadratı.
İlk baxışdan yenə görünə bilər ki, əgər kvadratları bərabərdirsə, deməli ədədlər özləri də bərabərdir. Amma heç də belə deyil. Məsələn, bir neçə halda bərabər olur. 5-in kvadratı 5-in kvadratı. Kvadratlar bərabərdir 25, 25. Ədədlər özləri də bərabərdir 5, 5. Sonra mənfi 7-nin kvadratı mənfi 7-nin kvadratı. 49, 49 edir kvadratları. Özləri də mənfi 7, mənfi 7. Həqiqətən görürük ki, həm özləri bərabərdir, həm də kvadratları bərabərdir. Amma bir məsələ də var ki, kvadrat işarəsindən ümumiyyətlə mənfi çıxmır. Yəni, mənfinin də kvadratı müsbətləyir. Ona görə də 3-ün kvadratı da bərabər olur mənfi 3-ün kvadratına. Yəni, kvadratlar deyil, 9 bərabər 9. Kvadratları bərabərdir. Ancaq özləri biri 3-dür, digəri isə mənfi 3-dür. Kvadratları bərabər olmasına baxmayaraq, özləri bərabər deyil. Yəni, bəzən bərabər olur, bəzən bərabər olmur. Deməli, biz bu suala cavab verə bilmərik. A bərabərdir, doğrudurmu? Birinci şərt bizə bunu deməyə kifayət etmir. İkinci şərtə baxaq. A böyükdür 0. Bu da bizə bir söz demir. A-nın 0-dan böyük olması, onun elə bərabər olması ilə heç bir əlaqəsi yoxdur. A böyükdür 0, olsun. İndi baxaq görə ikisi birlikdə necə kifayət edəcəkmi bizə? Baxaq. A böyükdür 0. Tutaq ki, A 3-dür. Yerdə 0-dan kiçik ola bilər, böyük ola bilər, nə istəsə ola bilər. Yəni, yerdə mənfi 3-dür. İkisini bir yerdə baxırıq. Onlar birbirine kvadratları bərabərdir. 9, 9. Və A da 0-dan böyükdür. Amma ədədlər özləri bərabər deyil. Burada kvadratları bərabərdir. A da böyükdür 0-dan. Ədədlər bərabərdir. Yəni, burada bərabərdir, burada bərabər deyil. Deməli, yenə də iki şərt hətta birlikdə götürülsə belə, bu suala cavab verməyə, doğru cavab tapmağa kifayət etmir. Cavabımız olacaq Y bəndi. Düzgün cavabı almaq 1 və 2 mülahizələri hətta birlikdə istifadə edildikdə belə kifayət etmir. Növbəti sualımıza keçək. X böyükdür 0 şərti doğrudurmu? Birinci şərtimiz belədir. Mənfi 2x kiçikdir 0-dan. Bu şərti araşdıraq. Mənfi 2x nə zaman 0-dan kiçik olur? Nə zaman? O zaman ki, x müsbət ədəd olsun. Çünki mənfi 2, bu ədəd mənfidir, birinci yerdə duran ədəd mənfidir. Onu ancaq müsbət ədədə vuranda 0-dan kiçik olacaq. Baxın, mənfi vurulsun müsbət bərabərdir mənfiyə. Yəni, 0-dan kiçik olmaq mənfi deməkdir. Mənfi 2x o zaman 0-dan kiçik olur ki, x müsbət ədəd olsun. Yəni, x böyükdür 0 olsun. Yəni, buradan belə nəticə çıxarmaq olur ki, birinci şərtimiz x böyükdür 0 şərti doğrudurmu sualına cavab verməyə kifayətdir. Çünki biz tapdıq ki, x müsbətdir. Yəni, 0-dan böyükdür. İkinci şərtimizə baxaq. X kubu böyükdür 0. Əgər üstündə cüt ədədlər olarsa, 2, 4, 6, bu ədədlər işarəyə təsir edir. Yəni, mənfini müsbət edir. Amma kub olanda işarəyə təsir eləmir. Yəni, mənfi olarsa mənfi qalır, müsbət olarsa müsbət olur. Yəni, kubun olmasının o qədər də böyük əhəmiyyəti yoxdur. Yəni, x kubu 0-dan böyükdürsə, deməli, x sözü də 0-dan böyükdür. Tək qüvvətlər işarəni dəyişmir. İkinci şərtimiz də bu suala cavab vermək üçün kifayətdir. Deməli, belə çıxır ki, həm bir şərti, həm də iki şərti ayrı-ayrılıqda bu suala cavab verməyə kifayətdir. Doğru cavab D bəndi. Düzgün cavab almaq üçün mülahizələrin hər biri ayrılıqda götürüldükdə kifayət edir. Bugünlük bu qədər. Həllik sadə suallara baxdıq. İnşallah növbəti dərslərimizdə daha mürəkkəb suallarla da sualların izahı ilə də sizi tanış edərik. Əgər nəsə sualınız olarsa, nəsə aydın olmazsa sizə videonun altında şərhlərdə qeyd edə bilərsiniz.